Dəyərli izləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Hələ ki biz böyrək dəyişilməyinə, yəni belə deyək, böyrəyindən əziyyət çəkən 21 yaşlı Rafiqin evindəyik. Gecənin bu saatına baxmayaraq hələ ki yenə də yardıma, dəstək olmaqdan sonra xalqımıza belə deyək, müraciət etdik. Yenə bu günləri həqiqətən çox gözəl bir məbləğ yığıldı. Günorta 400 manat yığılmışdı və gəldim ondan sonra da 933 manat yığıldı. 300 manat da Bəhruz qardaşımız var. Bakıdan, paytaxt Bakıdan atacaq. Yəni onu da onun üstünə gəldi. 1333 manat cəm bir yerdə məbləğ yığılıb. Yəni yığanların bir-bir adlarını deyəndə biraz həqiqətən onun adını çəkilir, onun adı qalır, bu birisinin adını çəkilir, bu birisinin adı qalır. Ona görə da fərq qoymadan kimlər dəstək oldu 1 manatından, 50 qəpiyindən, hansı məbləğlərə qədər dəstək olursa təşəkkürümüzü bildiririk, var olasan deyirik. Vallahi həqiqətən can atanlar çoxdur, dəstək olanlar çoxdur. Cinsiyyətindən asılı olmayaraq zərif cinsin nümayəndələr də bu xeyirxah aksiyaya qoşulub, var olsun deyirik. Və birdən üzümüzü tuturuq bütün Azərbaycanın bölgələrinə. Hamımızdan xahiş edirik. Bu gəncin sağlamlığına qovuşması üçün, həyata qayıtması üçün 50.000 manat pulu yığılmasına dəstək olmağına sizlərdən xahiş edirik. Qardaş ölkə Türkiyədə əməliyyatı keçiriləcək və 2 əməliyyat olacaq. Həm sidik hissəsindən, həm də ki, böyrək dəyişiləcək. Və bir daha Allah sizləri var eləsin. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı versin. Bugün qazilərimizdən Mir Nəcəfə təşəkkür edirik. Dərhal canlı qoşuldu ki, əgər donurur, lazım olarsa mən də dərhal donur getməyə hazıram deyən Mir Nəcəfə eşq olsun, var olasan Allah ürəyinə görə versin. Tez bir zamanda qardaşımız da sağlamlığına qovuşsun deyirik. Və Mir Nəcəf yaxın günlərdə ayın axırına kimi toy olacaq. Allah xoşbəxt eləsin deyirik. Allah ona övlad qismət eləsin. Bütün şəhid ailələrinə Allah toy qismət etsin. Toy övlad olmayanlara övlad qismət etsin. Bəli, bəli. Rafət kişiyə, onun övladına da övlad qismət etsin, ələmiyə və ki, xəstələrimizə Allah şəfa versin, başda şəhid atalarına, şəhid analarına, xəstələr varsa xəstə şəfa versin. Və bir daha gecəz xeyrə Allah sizi var eləsin, mən də durum yoluma davam edim, çünki sabah Lənkərana gedəcəm, yenə mətləbə Allah can sağlığı versin, maşınım yox idi, mətləb mənə bir günlük maşın verir, təşəkkürümüzü verir. Gecəz xeyrə Allah sizi var eləsin.